Qəmlo Atatürklə nə üçün görüşmüşdü? Axırıncı Aşırım filminin qəhrəmanı Qəmlonun əsl adı Qəmbərəli Abbasov olmuşdu. O 1886-cı ildə Qərbi Azərbaycanda doğulub. Ətraf kəndlərdə onun nüfuzu çox yüksək olub. O, Sovet hökuməti qurulana qədər Ermənistanda yaşayan azərbaycanlıları daşnaqların hücumlarından qorumaq üçün yaradılmış özü müdafiə dəstəsinin ən döyüşkən üzvlərindən olub. Həmin dəstəni Abbasqulu bəy Şablınski yaratmışdı. Daşnaqlara qarşı çiyin-çiyinə vuruşduqları üçün Qəmlo Abbasqulu bəyin ən yaxın silahdaşı olmuşdu. Bolşevik hökumətinin qurulması ilə köhnə dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Kollektivləşdirmənin qəti əleyhdarı olan Qəmlo, Kolanlı kəndinin ağası Kərbəlayı İsmayılla ittifaq yaradaraq bolşeviklərə qarşı mübarizəni davam etdirir. İstər Kərbəlayı İsmayıl, istərsə də Qəmlo ilə dostluğa sadiq qalan Abbasqulu bəy, bolşeviklərin kəndə hücumunun qarşısını almaq üçün onlarla görüşsə də bir nəticə əldə edə bilmir. Deyilənə görə Abbasqulu bəy geri qayıdarkən Qəmlo və onun adamları tərəfindən qətlə yetirilir. Lakin digər və daha inandırıcı versiyaya görə Abbasqulu bəyin ölümündə Qəmlo iştirak etməyib. Belə ki, hadisə baş verən gün Kərbəlayı və Qəmlo Kolanlı kəndində olublar. Onlar hadisə yerinə gələndə Abbasqulu bəy və onun silahdaşı Xəlilin cəsədini tapsalar da, onların yanındakı Talıbovu tapmaq mümkün olmayıb. Saatlarla davam edən axtarış bir nəticə vermədiyindən Şadlinskinin qatilinin Talıbov olması ehtimal edilir. Filmdə Şadlinskinin ölümündə günahkar olan Qəmlo Kərbəlayı tərəfindən cəzalandırılsa da, gerçək həyatda Abbasqulu bəyin qətlinə görə heç kim həbs olunmayıb. Təqibdən yaxa qurtarmaq üçün Qəmlo ilə Kərbəlayı Türkiyəyə keçirlər və burada Atatürklə tanış olurlar. Atatürk onlara burada qalmağı təklif etsə də Qəmlo bunu qəbul etmir. Kərbəlayı İsmayıl isə ailəsini Türkiyəyə aparır. Doğulduğu Çimən kəndini özünün soyadı qəbul edib ömrünün sonuna kimi Türkiyədə mühacir həyatı yaşayır. Qəmlo öz doğma kəndinə qayıdıb burada yaşamağa davam edir. Lakin Sovet hakimiyyəti onu daim təqib edirdi. 1931-ci ildə o qonaq getdiyi bir məclisdə 18 nəfərin hücumuna məruz qalaraq qətlə yetirilir. Hazırda onun ailə üzvlərindən bəziləri Azərbaycanda yaşayırlar.